Quran-Kərimdə keçən ayələrdən birində buyurulur ki, yer üzərinə düşmənlər olaraq enin. Biz bilirik ki, Adəm və Həvva bir-birinə düşmən olaraq enməyib. Onlar bir-birləri ilə eniblər və çoxalma üçün eniblər. Həmçinin yer üzərində çoxalma növdaxili olsaydı, Adəm və Həvvadan çoxalma nəticəsində genetik xəstəliklər, cırlaşma gedərdi. Beləliklə növ sabitliyini qoruya bilməzdi və təbii seçmə yolu ilə növ tamamilə yox olardı. İnsan növü yarana bilməzdi. Lakin çarpaz çoxalma nəticəsində çoxalma baş verərsə, hansı ki biz bunu xüsusən Quran-Kərimdə övrət yerlərinin görünmək məsələsi ilə, həmçinin Tövratda onların çılpaq olmaq məsələsi ilə görürük, hansı ki Adəm Rəbdən çılpaq olduğuna görə utanır. Beləliklə çoxalma yer üzündə növlər arası baş verə bilərdi. Bunun digər sübutlarını da inşallah növbəti mövzularda təhlil edəcəyik. Adəm cavab verdi: "Yanıma qoyduğun qadın mənə ağacdan meyvə verdi. Mən də yedim." Rəbb Allah qadına dedi: "Nə etdin?" Beləliklə uca Allah insanı, yəni Adəm və Həvvanı cənnətindən qovur.